Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Salam əziz və dəyərli Vilayət TV kanalının tamaşaçıları. Bu vaxtınız xeyir olsun. Hər birinizi İslam həqiqətləri verilişində xoş gördük. Artıq əziz tamaşaçılar 36-cı bölümdür ki, siz əzizlərin evlərinin qonağıyıq. Çox maraqlı, elmi bir mövzu ilə siz əzizlərin görüşünə gəlmişik. Bildiyiniz kimi bizim ana mövzumuz imamətdir və keçən verilişimizdə biz imamların mənəvi məqamlarından artıq başladıq söhbət etməyə və birinci məqam təşrii vilayət, təkvini vilayət, şəxsi və şəriətdə vilayəti deyəndə biz nə başa düşürük və dəyərli qonağımız vəli kəlməsinin izahını verirdi. Maidə surəsinin 55-ci ayəsini stat gətirərək ki, orada innəmə vəliyukumullah ayəsi ilə başlayır və burada vəli nə deməkdir? Allahın insanlar üzərində vilayəti deyəndə sərhəddi və mənası, mahiyyəti nədən ibarətdir? Bunlar haqqında söhbət etdik. Bugünkü verilişdə yenə mövzumuzu davam etdirəcəyik ki, ilahi xəlifə ilə siyasi xəlifənin əsas köklü fərqi nədən ibarət olduğunu siz əziz tamaşaçılar da rahat şəkildə görəsiniz və başa düşək ki, məsələnin ciddiliyi nədir və hara qayıdır? Yəni bu problemi biz bilsək, kökü hara qayıdır, rahat şəkildə deyə bilərik ki, birinci, ikinci, üçüncü uzağı gəlib siyasi xəlifə ola bilər. Mövzu ilə əlaqədar çox dəyərli alim ustad qonaq dəvət etmişik. Verilişimizin qonağı cənab ilahiyyatçı, alim ustad Ramiz Muhammed. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmişsiniz İslam həqiqətləri verilişinə. Necəsiz? Aleykumussalam və rəhmətullah. Təşəkkür edirəm, çox sağ olun. Allah ömrünüzə bərəkət versin, ustad. Allah siz əzizləri və sizin timsalınızda olan bütün əhl-i beyt alimlərini ümmətin üstündən əski etməsin. Amin inşallah. Ustad, vəliyukumullahda qalmışdır. Buyurun, ustad. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme sallim və təmmim. Əşhədu ənə əliyyən vəliyullah. Deməli, biz ayənin izah elədik ki, biz vəli sözünü, vəli ayədən götürmüşük. Yəni, Allahın özünün istifadə elədiyi deməli sözdür. Bismillahirrahmanirrahim. İnnəmə vəliyyukumullah. Bu hissəsini danışdıq biz keçən dəfə. Və ondan sonra buyurur ki, və rəsuluhu. Vəli sözünü də deməli, Tacül Ərus bu lüğətdə bəli deyir ki, yuqal vəliyyə şey vilayətən, bir şeyin vilayət, vəliliyini öhdəsinə götürən, bir şeyin vəliliyini deməli icra eləyən, ey mələkə əmrəhu, yəni onun işlərinə sahib olur, onun işlərini öhdəsinə götürür. Məsələn deyirlər ki, vəliyyül yetim. Məsələn, yetimin vəlisi. Yetimin vəlisi. Sahibi də, ustad. İşlərini aparan yəni. Yəni, mənası budur ki, əlləzi yəli əmrəhu və yəqumu bi kifayəti şuunihi. Onun bütün işlərini öhdəsinə götürür və bütün işlərini idarə eləyir. Çünki bu şəri məsələdir də. Doğrudur. Məsələn, yetim o kəsə deyirlər ki, həddi buluqdan aşağıdır. Həddi buluqdan aşağı deməli atasını itirən uşaqlar yetim şəri olaraq artıq statusunu alır özünə. Hesab olunur. Niyə görə? Çünki biz burada şəri danışırıq, ürfdə yox. Ürfdə ola bilsin həddi buluqdan sonra da məsələn 16-17 yaş onlara da yetim deyə bilərlər. Amma niyə görə biz şəri deyirik? O birisilərlə bizim işimiz yoxdur. Onlar da ürfdə qəbul edirik o sözü. Amma şəri hökmlər icra olunmalıdır. Məsələn, o həddi buluqdan sonra o hökmlər artıq icra olunmalıdır. Ona görə həddi buluqdan aşağı. Həddi buluqdan aşağıdırsa, artıq o öz işlərini yəni idarə eləyə bilmir.
miras qalıbsa, ya məsələn bəzi işlər, onun vəlisi onun əvəzində işlərini idarə edir. Deməli, burada biz başa düşürük, hətta lüğətdə belə başa düşürük ki, vəli olan insana kimin ki vəlisidir, ona üstünlüyü var. Qərarda, yəni, qərar vermədə üstünlüyü var. Düz. Deməli, vəli sözü Allahın biz isbat elədik, danışdıq ki, Allah deməli varlığı yaradandır, yəni bütün məxluqata varlığı verəndir və varlığını davam elətdirməsində də Allahdan asılıdır, iştirak eləyəndir və bütün işlərdə ruzidir, sağlamlıqdır, övladdır, hər bir şey vəli Allahdır, yəni Allahın öhdəsinədir. Bundan sonra Allah isə özü, Allahdan sonra bunu kimin üçün biz nisbət verə bilərik, kimin üçün ispat eləyə bilərik? Bunu Allahın özü ispat edir ki, deməli, ondan sonra və rəsuluhu. Və rəsuludur. Sonra dalınca da gələcək. Vəllezine amenu, bunu da Allah özü təbyin eləyib əslində. Vəllezine amenu ləzine yuqimunəs salat. Namaz qılırlar və yu'tunəz zəkat və hum rakiun. Namaz qılırlar və ruku halında hal çox mühümdür. Burada haliyə. Ruku halında zəkat verirlər. Və bunu deyə bilərlər bizə ki, deyirlər də. Məsələn, nə var ki, hamı ruku halında zəkat verə bilər. Yox, o vav orada çox məsələni həll edir, o zaman sonra. Və biz də deyirik ki, təkcə bunu biz yox, yəni şiə alimləri yox, əhl-i-sünnə alimlərindən də bunu təsdiq eləyirlər ki, özdə böyük alimlər təsdiq eləyirlər ki, bu Həzrət Əli əleyhissalama aiddir. Ən azından ruku halında zəkat verən Həzrət Əlidir. Qabağın, yəni ayənin əvvəlini bunlar fikirləşmirlər. Ayənin sonrasını deyirlər ki, bura kimi razıyıq. Amma ayənin qabağı, yaxşı, bura kimi razısansa, avtomatik vəli həmin o zəkat verənin halına şamil olmalıdır. Avtomatik. Çünki ayənin ola bilməz axı biz Quran-ı Kərimdə Allah münafiqlər barəsində danışanda buyurur ki, münafiqlər deyirlər ki, biz ayələrin bir hissəsinə iman gətirir, bir hissəsini inkar edir. Belə olsa münafiq olar da adam. Məsələn, ayənin axırını ruku halında zəkat vermə Həzrət Əliyə aid qəbul eləyən adam, o ayənin əvvəlini, vəli olmasını əgər inkar eləsə, bu münafiq olar da. Ayəyə görə belə böyük bir elm lazımdır bunu başa düşmək. İndi gəlirik bura. Biraz təfəkkür etmək. Biraz düşünmək lazımdır. Biraz diqqətlə baxanda başa düşülür. Yəni belə dərin mövzu, çətin mövzu deyil yəni. Və rəsulu. Deməli ayənin davamında rəsulu. Allahın rəsulunun vəli olması, fikir verin. Burada deyə bilərlər ki, biz burada, necə ki siz əvvəl bundan qabaqki verilişdə dediniz ki, ola bilər ki, vəli sözünü dost mənasında. İndi kim nə bilir ki, bu ayədə də nə mənada gəlir? Çünki vəliyə 9 məna deyirlər. Bəlkə deyir dostudur, amma indi burada çox yaxşı bir yerə işarə elədiniz. Məni istiqamətləndirdiniz başqa yerə ki, vəliyə 9 məna. Əslində vəlinin bir mənası var. Fikir verin. Əslində vəlinin bir mənası var. İşləri öhdəsinə götürən, önə keçən, üstünlük təşkil eləyən. Amma digər mənalar da ki, lüğət kitablarında ola bilməz, fikir verin, ola bilməz ki, vəliyə, məsələn, vəli sözünü götürsünlər, başqa mənalara qoysunlar. Ola bilməz belə bir şey. Məsələ nədir? Məsələ budur ki, vəli sözü bir mənaya, vəz deyirlər də, bir mənaya qoyulub, digər mənaları isə, həmin digər mənalara da vəli ona görə deyirlər ki, bu birinci məna ki, vəli var idi, ona yaxınlığı var. Məna baxımından yaxınlığı var. Ona görə də dosta da vəli deyirlər, sahibə də vəli deyirlər, filan ona görə. Qədr-xumdakı o vəli bir mənası var. Deyirlər dostdur burada. İndi burada bir mənası varsa, fikir verin, əgər burada bir mənası varsa, yəni üstünlük təşkil edən, işlərini aparan, bu üstünlük təşkil edən, işlərini aparan. Əgər bu bir mənası, vəlinin bir mənası var. Yəni orijinal mənası budur da. Bir mənasıdır. Dost
dostluğun içində bu mənaya yaxınlıq var deyə dosta da vəli deyirlər. Sahibliyin içində, məsələn, orada hakimliyin içində bu məna, məsələn, hakimə, sahibə niyə vəli deyirlər? Ona görə onun işlərini aparır filan. Və yaxud dosta da bu məna. Digər 9-21-dir, necədir deyiblər onu. İndi məsələ budur. Əgər söz itlaq olanda, məsələn, sözü deyəndə, mən məsələn, dedim ki, burada artıq belə deyək də, biz üsul elminə müraciət eləsək, burada həqiqət və məcaz bəhsidirsə, mən sözü demişəmsə və orada heç bir işarə yoxdur, qərinə deyirlər. Heç bir işarə yoxdursa, sözü yönləndirici yoxdursa, əsl mənasından, birinci mənasından çıxardıb digər mənalara aparsın. Əgər yoxdursa, əsl nədir? Əsl odur ki, həqiqətdir. Əsl həqiqətdir. Ona görə əsalətül həqiqət deyirlər də. Əgər hətta şübhə eləsək belə, yenə həqiqət əsildir. Əsildir. Ona görə də burada vəli kəlmə, hətta Qədir Xumda da belə deyəndə ki, deməli, mən kimin mövlasıyamsa, mən kuntu mövlahu fəhazə əliyun mövlahu. Mövlanın birinci mənası budur ki, deməli, bu lüğət kitabında birinci mənası budur. Mələkə əmrəhu, işləri onun üzərində olan. Yəni, getməliyəm, mənim işlərimdə onun vilayəti varsa, deməli, onun qərar vermək haqqı mənim haqqımdan üstündür. Bu vəli budur. İndi Peyğəmbərimiz üçün də bu mənasını biz həmin ayədə, Maidə surəsi 55-də bunu başa düşmüşük. Bunu başa düşmüşük ki, Allahı isbat elədi. Vacib siz başqa mənaya gedə də bilməz. Çünki fəlsəfi, əqli olaraq məhdudlanıb vəli kəlməsi, yəni bütün işlərin hakimi, bütün işlər qüdrəti altında olan. İndi Peyğəmbərimiz üçün də bu mənada biz başa düşmüşük ki, onun da biz möminlərin və bütün insanların üzərində vilayəti var. Yəni nə? Qərar vermək haqqı var. Bizdən çoxdur. Necə ki, biz misal çəkdik, yetim və onun vəlisi. Yetim qərar verəməyəcək. Vəlisi onun haqqında qərar yerinə, onun əvəzinə qərar verir. Allah verib o haqqı ona. İndi Peyğəmbərimizin də var bu. Düz. Bu ayədən başa düşmüşük bunu. Başqa bir dəlilimiz nədir görəsən? Başqa bir dəlil. Bəli, başqa bir dəlilimiz də var. Başqa bir dəlildə, yenə də Allah Teala bunu yenə bəyan eləyib. Buyurur ki, Bismillahirrahmanirrahim. Ən-nəbiyyu əvlə bil-mu'mininə min ənfusihim. Düzdür? Peyğəmbər, buna diqqətlə qulaq assınlar, yadda saxlasınlar, Qədir Xumda da gələcək bu. Bu ayəni işlədib. Bu ayəni işlədib orada. Peyğəmbərin möminlərin özlərindən daha layiqdir qərar verməsində. İndi fikir verin, burada nə bəhslər gedir. Və Şiə və Əhl-i-Sünnə müfəssirləri burada demək olar ki, ittifaq, yekdil qərara gəliblər ki, razılaşıblar. Bəli, razılaşıblar ki, deməli, ən-nəbiyyu əvlə bil-mu'mininə min ənfusihim nə deməkdir? Fikir versəz, əvlə burada vəli sözündə. Deməli, vilayəti var. Möminlərin özlərinin, öz işlərindən daha artıq, daha üstün vilayət haqqı var. Çünki mömin qərar verə bilər öz işlərində, düzdür. İndi gəlsə, sual verirəm də, gəlsə birdən məsələn, bir mömin hər hansı bir məsələdə qərar verməlidir. Həzrət-i Peyğəmbərin zamanında yaşayırsa, Həzrət-i Peyğəmbər də həmin məsələdə o da qərar vermə haqqı var, düzdür? Qərar verir. İndi gəldi, üst-üstə düşmədi. Yəni, ziddiyyət toqquşdu. Məsələn, Peyğəmbər buyurur ki, eləmə, o deyir ki, mən eləmək istəyirəm. İndi burada bir müsəlman olaraq, indi sizə sual verirəm. Bir müsəlman olaraq, burada nəzərə, yəni, sünni və şiəni nəzərə almayın. Ümumi müsəlman olaraq. Çünki burada Peyğəmbərin sözü üstünlüyü təşkil eləyəcək, yoxsa möminin? Hansının? Peyğəmbərimizin. Peyğəmbər. Ayəyə görə. Düzdür. Ayədə buyurur ki, ən-nəbiyyə əvlə bil-mu'mininə min ənfusihim. Özlərindən, öz işlərində daha layiqlidir qərar verməyə. Ayənin mənası belədir. İndi bəziləri
tərcümələrdə biraz ola bilsin bu mənanı çatdıra bilməyiblər. Tərcümənin problemidir. Deməli, onlar deyirlər ki, Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir. Layiqdir, bəli. Və yaxud bəzilər deyirlər yaxındır. Yaxındır, bəli. Bu layiqdir. Əksəriyyət yaxın məna. Hə, yaxınlıq və layiqlik. Layiqlik daha yaxşıdır məna baxımından. Nəyə görə? Çünki qərar verməkdə möminin də layiq ləyaqəti var, haqqı var. Amma daha ləyaqətli Peyğəmbər. Daha ləyaqətli Peyğəmbərdir. Ən-Nəbiyyə ovlə. Yəni təfsil babında daha üstündür. İndi burada Peyğəmbərimiz deməli möminlər, gördünüz burada dost mənasında deyir. Hətta dostun, məsələn, muhib, o mənada ki, dostun da haqqı var. Ona görə ona da vəli deyirlər. Bəzən dostun da bəzi işlərdə haqqı olur. İndi mən burada deməli bir müqəddimə eləmək istəyirəm. Müqəddimə budur. Biz niyə görə bu məsələləri... Mən burada fikir verin, ayənin davamını danışmıram. Peyğəmbərdə dayandım. Çünki bunu Peyğəmbər üçün ispat eləmək, bu ayə ilə ispat elədiyində yavaş-yavaş əqillə də ispat eləməyə çalışacaq. Peyğəmbərdən sonra özü digər ilahi xəlifələr üçün bu məqamı ispat eləyəcək. Deməli, sual, müqəddimə budur. Allah Taala, indi mən sizdən soruşuram, sizin də çünki ixtisasınız budur, deməli teologiyadır və deməli bu mövzularda mütəxəssis olduğunuza görə bu mövzular siz bilirsiniz. Allah insanlardan, sual budur, Allah insanlardan itaət tələb edir, yoxsa yox? Bəli. Tələb edir. Hətta bu Nisa surəsinin 59-69 Ətiyullah. Bəli, ayə ilə hətta kəlam elmində də belə, teologiyada belə kitablarda bəhslər var. Məsələn, təcrid etiqadda da bu bəhs var. Husun qub məsələsində bunu gətirirlər. Yəni Allah Taala bəndələrdən ibadət və itaət tələb edir. Niyə görə tələb edir görəsən? Doğal haqqıdır. Çünki Allah Taala bizim kamil sahibimiz. Sahibdir. Hətta bunu üsul elmində də aparsaz Şəhid Sədrin deməli nəzəriyyəsinə, bəli. Ona görə haqqı taət deyirlər. Niyə görə haqqı? Allahın itaət haqqı var. Niyə görə haqqı var? Verdiyi nemətlərin müqabilində həyat verib bizə. Həyat verib, bəli. İlk nemət budur. Həyat verib, varlıq verib. Varlıq verdiyinə görə itaət eləmək haqqı var. Deməli, itaətindən çıxmaq haramdır. Haramdır, bəli. İcazəli deyil. Üsyandır. Məzəmmət olunur. Burada artıq siz gəldiniz husun qub məsələsində, düzdür? Üsyankarlıq eləmək əqlən məzəmmət olur. Ona görə tərk olunmalıdır. Allah insanlardan ibadət istəyib. Bunu biz ağılla başa düşürük. Niyə görə? Çünki Allah Taala insanları kamal üçün yaradır. Düzdür yoxsa yox? Kamal üçün. İbadəti istəyib özü üçün yox da təbii ki. Biz bunu bilirik. Allah özü üçün heç istəmir. Qəniyyül Həmid, düzdür? Qəniyyül Həmid. İstəsəydi Allah olmazdı. Hə, ehtiyacı yoxdur. Qənidir, ehtiyacsızdır və həmiddir. Doğrudur. Həmd olunandır. Nemət verəndir. Ona görə ona heç ehtiyacı yoxdur. Bizim üçün. Sirri nədir bunun, məsələnin? Odur ki, bu ibadətlə Allahın hədəfi var. Hədəfi budur ki, insanı kamala çatdırsın. Kamala çatdırmaq yolunu da göstərməlidir. Bu da lütfdir, düzdür? Həsəndir. Olsun və qub məsələsi həsəndir. Deməli, Allah Taala ibadət tələb edir. Üsyanı da ikrah edir. Hüsn qub məsələsi. Üsyanı da ikrah edir. Kafirdən onun küfrünə görə ikrah eləyir ona. Üsyandır və cəzası var. İndi məsələ budur. Özü bu məsələni deməli Zariyat 56-cı ayəsində bəyan eləyib. Buyurur ki, Bismillahirrahmanirrahim. Və mə xələqtul cinnə vəl insa İlla liya'buduni. Yalnız və yalnız, düzdür? Nəkirə ma ilə gəldi, inkarla gəldi, ondan sonra istisna gətirdi. Bu artıq həsrdir. İnsanları və cinni yaratmamışam, məgər ibadət. İnsanları və cinləri yalnız və yalnız mənə ibadət eləmək üçün yaratmışam. Deməli, Allah Taala insanlardan ibadət tələb edir. Bu birinci müqəddimə.
Burada heç bir şübhə yoxdur. İkinci məsələ budur ki, ibadət tələb edirsə, öz lütfü ilə deməli, ibadətin yolunu göstərməlidir. Bu iddiadır. İndi bu iddianı izah edirik. Biz yavaş-yavaş gələcəyik burada, deməli, Peyğəmbərin niyə görə vəliyullah olmasını isbat eləmək üçün və yaxud Peyğəmbərdən sonra imamların. Deməli, Allah Taala ibadət tələb edirsə, o ibadətin doğru formasını bilməliyik. İndi əgər birdən bir nəfər ibadətin doğru formasını bilməsə, o ibadət eləmiş hesab olunur, yoxsa yox? Yox. Olunmur. Olunmur, bəli. Çünki hər şeyin özünün adı var da. Bir nəfər məsələn götürür, deyir ki, mən istəyirəm, bir dənə forma tapmışam, bunu Allaha ibadət hesab eləyirəm. Hətta bu mümkün deyil. Niyə görə? Çünki, bəli, bu birincisi, bu bəşərin ağlının məhdudiyyət, yəni həddindən xaricdir. Düzdür? Çünki bu cüz'i məsələ, burada da fəlsəfi danışırıq. Cüz'i məsələdir. Cüz'i məsələ, yəni konkret. Konkret, cüz'i xırda yox. Ürfi cüzdən danışmırıq, fəlsəfi olaraq. Kulli var, bir də cüz'i var, düzdür? Cüz'i məsələ olduğuna görə bunu Allah təyin eləməlidir. Bunu ağıl, çünki ağılın vəzifəsi kulliyyatı dərk edir, ümumi məsələlər dərk edir. Məsələn, misal üçün də Allah yaradan olmalıdır. Amma yaradan kimdir, hansı sifətləri var, keyfiyyəti nədir falan, öz başına tək ağıl başa düşmür. Bu bəhslər də hamısı tohid bəhsində bunlar danışılıb. Deməli, Allah Taala ibadəti təyin edir və özü də o ibadəti formasını bizə deməli, doğru formasını. Nəyi, məsələn, fikir verin, hər şeydə deyib. Hər şeydə deyib. İbadət necə olmalıdır? Ruku olmalıdır, səcdə olmalıdır. Yəni uzanmaqla olmaz. Uzanmaqla olmaz. Ruku olmalıdır, səcdə olmalıdır. Biz normal ibadətdən danışırıq. İndi istisnalar onu da özü təyin eləyib ki, əgər xəstədirsə filan, onlardan biz danışmırıq. Demə. İndi bir də Allaha yaxınlaşmaq, bu ibadət Allaha yaxınlaşmaq üçündür. Düzdür? Yəni kamala yaxınlaşmaq üçündür. Kamala yaxınlaşanda da artıq insan Allah Taala'nın bir hədisi qüdsü var. Allah Taala tərəfindən deyilib bu. Hədisi qüdsüdür, ayə deyil. Tohid kitabında Şeyx Səduq 1-ci cild 399-da çox maraqlı bir hədisdir. Mən bunu oxuyuram ki, başa düşülsün. İbadət deyəndə biz nəyi demək istəyirik? İbadətin yəni faydası, ibadətin faydası. Buyurur ki, Allah Taala: "Mazalal abdu yetaqarrabu ileyye bin nevafil." Mənim bəndəm mənə nafilələr, müstəhəblər vasitəsilə o qədər yaxınlaşar ki, hətta əkunu səm'əhu, hətta onun eşitmə qüvvəsi olaram ki, o eşitmə ki, əlləzi yəsmə'u bihi, onu ilə eşidir bəndə. Yəni, ilahi, bu, ona görə mən bundan qabaqçı verilişdə dedim ki, diqqətli olsunlar, bu məqamlarda diqqətli olmalıdır ki, quluv və yaxud təqsirə düşməsinlər. Biri gələr, deyər, yox, belə şey ola bilməz, inkar eləyər. Biri də gələr, quluva düşər. Burada diqqətli olmaq lazımdır. Allah Taala buyurur ki, bəndən mənə nafilələrlə, müstəhəblərlə o qədər elə bir ibadət eləyər ki, hətta mən olaram o ibadətlərin sayəsində, mən olaram onun eşitmə qüvvəsi, ondan sonra olaram və bəsərəxulləzi yubsiru bihi və olaram onun görmə qüvvəsi ki, onu ilə görür. Fikir verin, mən tərcümə eləyəndə demədim qulağı. Uzun, başqa bir şeydir. Qüvvətü səmə başqa bir şeydir. Ona görə bu maddidir, qulaq, göz maddidir. Biz mənəviyyatdan var. Fikir verin, mənəvi olaraq insan, ona görə deyirəm quluv, bəzən səhv tərcümələr olaram onun qulağı, o maddiləşmə deyil bu. Yəni, bəndə həqiqəti ilahi eşitmə qüvvəsi ilə eşidə bilər. Yəni, həqiqəti olduğu kimi başa düşər və görə bilər. Və olaram onun əli, artıq əl burada nədir? Əl burada qüdrət mənasında. Olaram onun əli, yəduxulləti yəbdəşu biha, iş görür ondan. Yəni, onun bütün işləri də ilahi bir iş olar. Məsələn, gələr
sizlə danışanda, sizlə rəftar eləyəndə, hər hansı bir məsələni artıq ilahi rəngdə eləyər bunu, ilahi form. Bu daha gözəldir. Yəni belə olsaydı bütün insanlar oluruq ilahiləşmiş canlılar. kin küdrət olmazdı, müharibələr olmazdı, düşmənçiliklər olmazdı. Kimsə qəlbinə dəyməzdi. Məsələn, mən ilahi gözlə sizə baxıram, nə deməkdir? Sizə ilahi gözlə sizə baxıram, yaxud ilahi görmə qüvvəsinə baxıram sizə. Yəni sizin müsbətlərinizi görürəm, mənfiləriniz görmədən gəlir. Bu ilahi. Artıq insan belə və yaxud da məsələn, misal üçün İmam Əliyə baxıram, onun ilahi vilayət məqamını görə bilirəm. Fikir verin, bu da mühümdür. Bu da mühümdür. Kör insanlar inkar eləyə bilərlər. Bunu görə bilirəm. Bu məsələ. Deməli, bilmirəm, vaxtımız var. Vaxtımız təqribən usta 4 dəqiqə. 4 dəqiqə. 4 dəqiqə. Deməli, doğru tanışlıq məlum oldu ki, mən bunu niyə görə oxudum? Yəni, həqiqi ibadət olsa, bu xüsusiyyətlər insan üçün gəlir. Bu fəzilətlər insan üçün gəlir. İkinci sual budur ki, yaxşı, bu ibadəti mən hardan öyrənim? Kimə müraciət edir? Hardan öyrənməliyəm? Gəlirik bura. Peyğəmbərimiz deməli, qərar verən filan bunları dedi və eyni zamanda da biz əvvəlki verilişlərdə deməli, ilahi xəlifənin xüsusiyyətlərindən danışmışdıq. Elmdir, səbir idi, təbii vəzifələrdə təbiin idi, filan təşri idi bunlar. Təbiin vəzifəsi buna görədir. Gəlsin, hətta dinin tərifində də dedik, Peyğəmbərlər vasitəsindən ilahi təlimləri çatdırır insanlara. İlahi təlimləri Peyğəmbər çatdırdı. İndi gəlirik bir tarixə baxaq. Tarixə baxaq. Tarixdə Peyğəmbərimizdən sonra ki, elə dünyasını dəyişən andan sonra Peyğəmbərimizdən biz öyrənməliyik də, düzdür, bütün ilahi təlimləri. Buradakı irad yoxdur. Məsələn, baxın, bir nəfər oturub özündən, indi sizə sual verirəm, yenə tamaşaçıların əvəzindən. Doğrudur. Bu ibadət eləmək istəyir. Öyrəndi ki, ibadətin fəziləti bu qədərdir, Allaha yaxınlaşmaq, kamilləşmək filan bunlar. 2 dənə variant var. Ya bunu məndə oturub özü fikirləşməlidir. Necə eləyim ki, Allaha yaxınlaşdırım? Hansı variantlar? Hansıya özü fikirləşməlidir? Ya da bunu Allahın təyin elədiyi ilahi xəlifədən öyrənməlidir. Hansı doğru yoldur? İlahi xəlifədən öyrənmək. İndi ilahi xəlifə gəldi, çıxdıq Peyğəmbərə. Buradakı bütün müsəlmanlar ittifaqdadır. Peyğəmbərimiz öyrədir, çatdırır. Öyrətməkdən əlavə onun yanında bəzi məsələləri səhv eləyəndə düzəldir, qadağan eləyir bəzi şeyləri yolunu düzəldir, əmr eləyir. İndi Peyğəmbərimizdən sonra neyiniyə? Hədislərin yazılmağı qadağan olundu. Təqribən 100 ilə yaxın. 100 il, düzdür. Deməli, Ömər ibn Əbdüləzzin vaxtına. O da İmam Baqir əleyhissalam. Qadağan olundu. Təkcə Quran bizə kifayət. Yazılmadı. Peyğəmbərdən sonra 100 il dedik də, təqribən 100 il. 99 il təqribən belə. Peyğəmbərimizdən sonra Allahümmə səllələ Muhammed və Muhammed 50 il sonra. Götürək 50 il soranı. 50 il sonra bir nəfər istəyir ki, Allaha ibadət eləsin. Hardan götürsün? Qurandan. Qurandan götürsün. Quranda da icmalən deyilib. Ümumidir. Ümumi deyilib. Cüz'iyyata girmir. Bəs cüz'iyyata əməl eləməlidir. O cüz'iyyatda səhv eləməməlidir. Onu hardan öyrənəcək? İndi fikir verin. Bunlar suallardır da. Suallardır. Qadağan elədilər bunu. Mən də indi bir nəfər deyir ki, səhabələrdən öyrənək. Elə bu qadağan eləyən kimlər idi? Səhabə. Səhabə özü idi də. İndi məsələ budur. Səhabə özü qadağan eləyirsə, digər səhabə o qadağaya qulaq asmırsa, xuruc eləmiş olur da. Bunlardan ikisindən biri düz yoldadır, biri düz deyildir, düz səhv eləyib. Hətta mən deyirəm, lap qəsdən eləməyib, səhv eləyib. Lap səhv eləyib. Birinci xəlifə, ikinci xəlifə, üçüncü siyasi xəlifələr, bunlar səhv elədilər. Digər səhabələr ona qulaq asmadılar. Ya hədisləri təzdən yazdılar, davam elədilər, ya da ki ona qulaq asmalıdırlar. İndi onlara qulaq asmayan səhabələr
dini necə yəni qiymətləndirilir, necə hökm verilir ki? Kimdən alıb? Hə, bir Ən nəfər- əsas ustad, bəli, mən keçən verilişdə də bunu dedim. Bəli. Biz qiyamətdə Allaha nə deyəcəyik? Biz hansı dini sənin yanına gətirmişik? Yəni özümüzün kəşf elədiyimiz, istiqrac elədiyimiz dindir, yoxsa peyğəmbərdən gələn dindir? Axı o orada qadağa qoyuldu. Artıq sən hədislərə müraciət edə bilmərsən. Bilməz. Bəli. Hətta Şərh Nəsəfidə də Bəli. orada da gətirib ki, peyğəmbərdən sonra ən üstün səhabələr hansılardır? Bəli. Sayır belə Əbu Bəkir, Ömər, Osman, sonra Əli. Bəli, bəli. İndi ən üstün səhabə birincisi düz elədi qadağa eləməkdə, yoxsa səhv elədi? Əhsən. Bunu cavab versinlər. Bəli. Bu birinci. Nə deyəcəklər? Düz elədi ya səhv elədi? Bəli. İkinci, təzədən onu yenə davam elədi. O da onun birincinin qərarında, qalmağında düz elədi yoxsa səhv elədi? Üçüncü, düz elədi yoxsa səhv elədi? Düz eləyibsə, tutaq ki, cavab verdilər ki, düz eləyib. Bəli. Biz əqli bəhs edirik. Bəli. Tutaq ki, cavab verdilər düz eləyib. Düz eləyib, qadağan eləyib. İndi öz dəlillər də var. Bəli. Hə, düz eləyibsə, deməli Peyğəmbərin hədislərinə mən müraciət edə bilmərəm də. İndi də eləyənmər. Eləyə bilmərəm. Əhsən. Ondan sonra məsələn neçə sonra məsələn 100 il sonra yazılan məsələn ya 200 il sonra yazılan hədis kitablarını mən müraciət eləyə bilmərəm də. Düzdür? Çünki səhabənin Çünki sözünə düz eləyib də. Bəli. Düz eləyib. Yox, səhv eləyibsə, Əhsən. səhv eləyibsə onda o necə ilahi xəlifə ola bilər? Bəli, səhv eləyib. Səhv Bəli, eləyibsə. çox gözəl ustad. Bəli. Allah razı olsun. Verilişimiz çoxdan tamam olub. Mən də öz adımdan, veriliş adından sizə dərin təşəkkürümü bildirirəm. Belə, əziz tamaşaçılar, həqiqətən çox maraqlıdır. Dəfələrlə baxın, təkrar olaraq özünüz üçün yaddaşlar aparın. Bunlar dəqiq, elmi və sistematik bəhslərdir. Allah amanında növbəti verilişlərdə görüşənə qədər.